Ümumiyyətlə, Ramazan sonrası bəslənmədə eynən Ramazan dövründəki olan bəslənmə kimi çox xarakterlidir. Çünki burada 3 qızıl qaydamız vardır. Birincisi, demək, Ramazan ayında metabolizma ləngimişdi. Yəni, biz gündə 2 dəfə qidalanmışdıq. Artıq bizdən mütləq tələb olunur ki, biz metabolizmanı sürətləndirək. Bunun üçün də 2 dəfəni maksimum 3 dəfəyə qədər artırırıq. Yəni, daha da çox qidalanmaq lazım deyil. İkinci mühüm qayda orta dərəcədə prinsipdir. Yəni ki, porsiyalarımıza fikir verəcəyik. Belə ki, Ramazan dövründə, baxın, 2 dəfə qidalanmaqla, əgər ki, biz az porsiya rəayət etmişdiksə, bu zaman çox gözəl hadisə baş vermişdir. Mədəmizin ölçüsü, yəni həcmi ehtimal var ki, balacalaşmışdır. Çünki mədə əzəvi quruluşa malik bir orqandır və insanların artıq kilodan əziyyət çəkənlərin, iştihasının azalmasını istəyənlər, çox kilo almaq istəməyən insanların ən ümdə arzusu, əsas arzusu mədənin balacalaşmasıdır, deyilmi? Və bu, baxın, rasional qidalanma elminə rəayət etdikdə, sağlam bəslənəndə baş verir ki, Ramazan ayında bu baş vermişdir və həcmi kiçilmiş mədəni birdən-birə biz həsrət qaldığımız qidalarla aşırı böyük porsiyaları daxil etməli, yenidən böyüdə bilərik. O yüzdən də mütləq kiçik porsiyalar davam etsin. Üçüncü mühüm qayda bəsin qruplarının seçilməsidir ki, mütləqdir biz aşırı karbohidratlara yenə də minimuma indirək, çox vacibdir ki, stop deyək, məsələn, şəkərə, ağıl mübarət pişmələrə və s. Və yatmamışdan 4 saat öncəyə qədər soyun qidamız qəbul olması mütləq şərtdir.